Çok güzel bir şey çünkü zamanında bizim dedelerimiz de hep esirdi. Özgürlüğün nasıl güzel bir şey olduğunu bildiğimiz için sizin yanınızda, sizinle aynı duyguları paylaşıyoruz. Biz de sizin adınıza çok sevinçliyiz. Zaten biz de onu kutlama için biz de buradayız. Onu bildik anladık bayram var, onun için buraya gelmeye geldik. Ama çox qürur verici. Bir neçə günlük istirahət üçün Azərbaycana gəlmişəm. Mövzu barədə əvvəl çox məlumatım yox idi, lakin şəhərdə zirehli tankları və hazırlığı görəndən sonra internetdə araşdırdım və öyrəndim ki, Azərbaycan uzun illər Ermənistanla münaqişə yaşayıb. 2020-ci ildə isə qələbə qazanıb. İndi isə azad gününüzü qeyd edirsiniz. Burada son günlərimdir və Azərbaycan xalqının mehribançılığı məndə xoş təəssürat yaradıb. Zəfər günündə burada olmağım mənim üçün qürur vericidir. Qısa müddətli Bakıya səfər etmişəm. Bu günün 8 noyabrın sizin üçün çox xüsusi və önəmli tarix olduğunu bilirəm. Bugün Azərbaycan Qarabağı azad edib və Ermənistan üzərində böyük qələbə qazanıb. Bu sizin üçün qürur günüdür və siz buna haqlı olaraq qeyd edirsiniz. Pakistan və Türkiyə də sizin sevincinizi bölüşür. Çünki Azərbaycan bizim qardaş ölkəmizdir. Azərbaycan və Pakistan hər zaman bir-birinin yanındadır. İnşallah Azərbaycanda hər şey daha yaxşı olacaq. Azərbaycan çox gözəl ölkədir. Buradakı insanları, mətbəxi və mədəniyyəti çox sevdim. Öz vətənimdə olmasam da zəfər günündə burada olmaq mənim üçün həm qürur vericidir, həm də emosionaldır. Çünki bizim ölkəmizdə də müharibə gedir və çox sayda itkilər var. Bu çox təsirlidir. Azərbaycan artıq azaddır. Ümid edirəm ki, bir gün Ukraynada da müharibə bitəcək və biz də azadlığı qeyd edəcəyik. Sülh, sevgi və müstəqillik hər kəs üçün qiymətlidir. Dostumla birlikdə Bakıya gəlmişəm. Şəhər sakit, gözəl və təmizdir. İnsanlar çox mehriban və yardımsevərdir. 2 gün ərzində Bakı məndə çox müsbət təəssürat yaradıb. Qiymətlərin münasib olması da səfəri daha da rahat edir. Şəhərdə bayrama hazırlıqlar hiss olunur. Azərbaycan xalqının üzündə bugün üçün qürur var. Hərçənd mövzu barədə çox məlumatım yoxdur, amma zəfər gününün sizin üçün necə böyük önəm daşıdığını hiss edirəm. Zəfər gününü qeyd etmək üçün İrandan gəlmişəm. Səyahət etməzdən əvvəl araşdırdım və öyrəndim ki, bugün Azərbaycan Ermənistana qarşı qələbə qazandığı gündür. Böyük ehtimalla paradda izləyəcəm. Bu bayram doğrudan da qürur vericidir. Günel Fərzəliyeva, Müqabil Bəbirxanov, Səs TV xəbər.